11 bab. Pavlus'un özünü saxta elçiler bilen seliştirişi. Maqtınışım bilen biraz ahmaqlık qılıp qoysammu, eğir almağaysıla. Yanıla səvircan bolğaysıla. Mən sizlərni saxta elçilərdən qızğınımən. Bu, Xudağı boğan mehir muhabbetimdin kəgən. Mən goya bir pak qızın yatlıq qığandək, sizlərni yegane erge, İsa Məsihkə təqdim qıldım. Biroq, hava anının heyligar yılan tərpidin azırlığını dək, sizlərnin mu saxta elçilər tərpidin azdırılıb, İsa Məsihki boğan səmimi və pak qalbinlarının bulğunuşidin ənsirəymən. Çünki sizlərinin yenillığı berib, İsa Məsih toğrısıda mən yetküzgənge oxşmaydıgan, başqa bir təlimni yetküzgənlərə oçuqdun oçuq yol qoydunla. Sizlər qobul qılan müqəddəs ruhdan başqa bir ruh və sizlər qobul qılan xuş xəbərdən başqa bir xuş xəbər toğrısıda etiqallarını mı sığdırdınla? Halbuki, mən özümni heç qandaq işta sizlər dərəcədən taşqır dəb qarğan, aşı elçilərdən tövən dəb qarmayman. Gəp qilishda mahir bolmasam mı, lekin bilimim ba. Qılıvatqan hər bir xizmetim bunu hər cəhətdən oçuq ispatlap turupdu. Mening sizlərni çoğ körüp, özümni tövən tutup, Xudanın xuş xəbirini sizlərə haq tələb qılmay yetküzgünüm, günah boldu mu? Mən sizlərə xizmet qilish üçün başqa cəmaətçiliklərdən haq edib, ulağa uval qıldım. Sizlər bilən bilib boğan vaxtlarımda ehtiyacım bolsu mu, heç qaysınlağa eğirimni samıdım. Çünki Makedoniya ülküsüdən kəgən qeyrindaşlar kəm kütümni toluqlap bədi. Heç qandaq işda sizlərə yük bolmay gəldim. Bunundan keyin mu yük bolmayman. Qalbimdiki İsa Məsih'nin haqiqati bilan aytaman ki, mening bu maqtinishimni bütün Yunanda hər qandaq odam tosib qalalmaydı. Nemi üçün sizlərdən haq almadım? Sizlərni söymaydiganligimdan mı? Xudaga ayan ki, sizlərni söyman. Atalmış elçilərning bizning qilvatqınımız bilan ularning qilvatqınida hech qandaq farq yo'q deb maqtinishiga fursat tapamaslığı üçün sizlərdən haq olmay qilvatqan xolis ishlarimni davomlashtirman. Çünki bundaqlar saxta elçilər, hiyligarlar bo'lib, o'zlarini İsa Məsihning elchisi deb pardozlag'anlardir. Amaliyotda bu hayron qolarlik ish emas. Çünki şeytan özünü yoruqluq pərişsi deb pərdazlıvağandır. Şuna, onun bu çakarları mı, özlerinin adıllıqның xizmətkarları deb pərdazlıvasa, əcəblinərlik əməz. Ulanın akıbeti, özlerinin əməliyyətigə layıq boludu. Yəni şunu etmən ki, heç qaysınla, meni əxmək deb qamanla. Əgər əxmək dəb qarsanla, bir əxməkni qobul qançılıq bosu mu, meni qobul qılınla. Şunun bilən, mən mu biraz maqtın valay. Bu sözlerim, Rəbbimiz məndin tələb qıған sözlər əməz. Mening bundaq maqtınışım, fəqatla bir əxməknin yürəklik po atqanlığıdır, xalas. Nurğun kişilər, bu dünyadaki işleri bilen maqtınıp ketidiken. Mən mu maqtınıp bakay. Çünki sizlər özünlarını şunki aqıllıq çağlaysizlər-yu, bu saxta elçilərinin əxmiqanə təlimlərə yol qoyuverisizlər. Bularının sizlərni qul orunda körüşüge, haqqınlarını yeyişige, sizlərdən nəb elişiga, sizlərə çoğçuluq qilişiga və sizlərinin yüzünlərini çürüşüge yol qoyusizlər.
Bizning sizlarga shundoq muomala qilishga ojiz kelganligimizni xijillik ichida e'tirof qilaman. Lekin ulardan birlari birər ishdan maqnishga jur'at qilgan yerda yana ahmoqlarcha aytay. Menmi shu ishdan maqtanishga jur'at qila olmayman. Ular sepi o'zidan İbranimu. Menmi shundoq. Ular İsraillarmu? Menmi İsrail? Ular ecdadımız İbrahim'nin evladıdınmı? Menmi onun evladıdın? Ular İsa Mesih'nin xizmatkarları mı? Aqldan azallardek etsam, men ulardan texmi yuqori turdigan bir xizmatkari. Men texmi japoliq ishladim. Zindanda texmi ko'p yatdim. 40 qitim qamchi yedim. Qayta o'lim xavflariga duch keldim. Yahudilarning 39 qamchi jazosiga 5 qitim tortildim. 3 qitim Rim hukmronlaridan tayoq yedim. 1 qitim chalma kesak qilindim. 3 qitim kemi hodisiga uchirdim. Bir kech kunduzni dengizda o'tkazdim. Ko'p qitim uzun safarlarda bo'lib, daryolarda ham qaroqchilarning, o'z xalqimning, Yahudi emaslarning orasida xeyim xatarga yo'liqdim. Shaharlarda, cho'llarda, dengizlarda va soxta qarindoshlarning orasida xavfli kunlarni boshdan kechirdim. Xizmatimni tirmishib ishladim. Talay kechilarni uyqusiz o'tkazdim. Ochliq va usuzlikning dardini tetidim. Yeydiganga tamoq, kiydiganga kiyim topolmay, och yalang'och qoldim. Bulardan boshqa har kuni degidek bütün itqoslar jamoatchilarining g'amini yedim. Men qachon ojizlarga hesdoshlik qilmadim. Shaytonning tuzug'iga tushib, ezib ketganlar uchun ishim qachon o'rtalmidi. Agar maqtanishimga to'g'ri kelsa, o'z ojizligimni ko'rsatadigan ishlar bilan maqtanaman. Rabbimiz Aysoning otasi mangu madhiyalashga arziydigan Xudoga ayonki, yolg'on etmadim. Damashq shahrida Padişah Aretasning qo'li ostidagi bir vali meni tutish uchun bütün shaharni qattiq nazorat ostiga olgan edi. Lekin men sepildagi bir kamardin sevat bilan pastga tushirilib, uning qo'lidan qutuldim.